Gürcüstanın Sınaqki bələdiyyəsi ərazisində Azərbaycan sərhəddindən 5 kilometrlik məsafədə Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer tam mühafizəyə götürülüb. Bugün TV reporter istinadən xəbər verir ki, hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır. Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir. Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbiçi olub. Amaliyə Söhbət qızı, Bugün TV. Kağıt atmadı. Paraşüt yoxdur.